lazımdır ki, elə Bakı kəndləri var ki, onların qədim tarixə malik olduğu unudulub, daha çox yeni bir yaşayış məntəqəsi kimi qəbul olunur. Düşünürəm, bugün qonağı olduğumuz bu kənddə Xocasən də məhz həmin kəndlərdəndir. Amma kəndin tarixi qədimdən də qədimdir. Bəzi mənbələrdə göstərilir ki, bu kənd 5-ci əsrdə salınıb. Hansı adla bunu deyə bilmərik. Amma Məşədi xanım Neymətovanın fikrincə Xocasən adının tarixi 17-ci əsrdən gəlir. Alim həmin əsrdə inşa edilən və üzərində Xocasən sözü yazılan karvansaraya əsasən bu qənaətə gəlib. Xocasən o dövrün tacirlərindən olub. Bəzi mənbələrdə onun adı dini maarifçi kimi də keçir. Adının qarşısındakı Xoca sözü isə onun çox hörmətli ağsaqqal olduğuna işarədir. Kəndin hazırki adı Xocasəndir, bildiyiniz kimi. Amma əslində söz Xocasən yox, Hacı Həsən olmalıdır. Sadəcə olaraq Hacı Həsən sözü zaman-zaman təhrifə uğrayıb və indiki Xocasən sözü yaranıb. Bugün isə kənd cəmaatının istəyi, arzusu odur ki, kənd əvvəlki adında Hacı Həsən adlansın. Çünki istəyirlər həm tarix yaşasın, həm də Hacı Həsən kişi unudulmasın. Kəndin bir neçə abidəsi də həmin bu Xocasən kişinin adı ilə bağlıdır. Çünki o kənddə bir neçə su ovdanı və karvansara inşa etdirib. Həmin ovdanlardan biri tamamilə dağıdılıb, ikisi isə günümüzə qədər gəlib çıxıb. Elə həmin ovdanlardan, salamat qalan ovdanlardan biri də bu ovdandır. Təbii ki, təmirə ehtiyacı var. Karvansaraya gəldikdə isə o artıq yoxdur. Bizim bu kənddə mənim bildiyim qədəri hal-hazırki qəbirstanlıq 3-cü qəbirstanlıqdır. Biri olub asfaltdan aşağı. Bu indi Bakı-Rüşvatan yolu var. Ondan aşağı. Sonra gəlib biraz yuxarı. Bu indiki qəbirstanlığın bu tərəfi deyək. Bir 100 metrə bu yanında olur. İndiki kəndin içi də deyək. Sonra da ora köçüb. Hələ orada qəbirlər var idi, hələ hazırda var, belə sandıqçalar daşdan. Onun biri indi səhv eləmirəmsə Tarix Muzeyində olmalıdır. O vaxtı gəldilər, apardılar burada. Bizim kəndin də ərazisi çox böyük olub. Bir ucu bu Şubanı dağından hal-hazırki, bir ucu bu Sumqayıt yolundan üzü bu yana, aşağı bizə tarih. Bir ucu da gedib çıxıb Atyalına. Atyalı da buradan nə bilim 15-20 kilometr, bəlkə də 30 kilometr olar, 30 kilometr olar. Yəni bu ərazilər hamısı bizim olub. Bizim kənddə məsələn əsasən əkinçiliklə məşğul olublar. Heyvandarlıq da olub. Hərənin 5-10 heyvanı olub. Bir neçə nəfərin heyvanı olub, çox deyək də. Sonra mən sizə bir dənə də söz deyim. Eşitmişəm ki, maraqlanmışsınız ki, niyə sizin kənddə hamam yoxdur? Əla sualdır. Yəqin o da bilirsiniz ki, hər kəndlərdə tayfalar olub da. Şəxsən bizim tayfa hamamçı tayfasıdır. Çobanlı tayfası olub, Yarəmətli olub, bunlar mənim yadımdadır. Bizim kənddə niyə hamam yoxdur? Burada su məsələsi çətin olub. Burada su çıxan, yəni hamam işlədən su olmuyor. Quyular olub burada bizim kənddə, amma hamısı şorsu olub. Hamısı şorsu. Hətta mən eşitmişəm qabaq yaşlılarından, gedib saraydan içməyə su gətirərlərmiş. Yaxşı su da. Amma odanlar olub bizim kənddə, cəmaat ondan istifadə edir. Məsələn, aşağıda, yoldan aşağı, indi onlar yoxdur, dağılıb gedib. 2 dənə hovuz olub orada. Yonma daşdan. Yonma daşdan, ha. Orada var idi köynə yonma daşlar. Onlar bunun yanında heç satdı. Əllə yonublar.
2 dənə hovuz tikdirib mən ulu babam, əsgər kişi. Elə o əsgər şey deyərlər. Onlar söküldü getdi. Hə, hamam da bizdə su mənbəyi olmadığına görə hamam olmuyor. Hamam olub sonra Sovet vaxtında, onda işim yoxdur. Amma o devirdə, qədim devirdə hamam olmuyor. Deyirəm, yaxşı ki, başımı qaldırıb yuxarıya baxdım. Deməli, bu ərik ağacıdır. Mən də elə sevirəm bu, elə sevirəm bu kal əriyi. Adı da bunun çaqqaladır, belə deyirlər. Çox ləzzətli dadı olur. Duzla bir dəfə bir baxın bunun dadına. Əminəm ki, çox bəyənəcəksiniz, ağzım sulandı lap. Kilosu da 20 manatdır deyilənə görə. Amma halallıq almadıq, çünki ağacın hasardan bu tərəfə düşən payı onsuz da halal sayılır. Xocasən Bakının sırf türk soy köklü kəndlərindəndir. Yasamalla, daha sonra Qubu və Hökməli ilə qonşudur. Xocasən tarixi abidələr baxımından zəngin kənd sayılmaz. Vaxtilə Xocasanda bir məscid olubmuş ki, həmin o məscid də kənd sakinləri tərəfindən 1710-cu ildə tikilibmiş. Daha sonra Sovet dönəmində, daha dəqiq desəm 1937-ci ildə həmin məscid tamamilə dağıdılır, yerlə yeksan edilir. Məscidin daşlarını da bilirsiniz nə ediblər? Xocasən yoluna döşüyüblər. Xocasənlilər 1988-ci ilə qədər məscidsiz qalırlar, amma dinsiz, imansız qalmırlar. 1710-cu ildə bu kənddə məscid tikdirən kişilərin varisləri axı yenə də bu kənddə idi. Odur ki, 1988-ci ildə yenə də kənd cəmaatı əl-ələ verib gördüyünüz bu məscidi tikdirir. Məscid qoşa minarəlidir, minarələri kərpiclə işlənib. Hal-hazırda biz bu məsciddəki dayanmışıq. Bu məscidin yerində 1710-cu ildə məscid inşa olunub, kənd cəmaatının köməkliyi ilə və bu məscid başqa kəndlərə nisbətən biraz böyük olub. Ona görə ki, kənd karvan yolunun üstündə yerləşdiyinə görə bu şərqə gedən karvanlar həmişə gəliblər burada, ibadət ediblər burada, hətta gecəliyiblər də burada. Kəndin köhnə məscidində bu məsciddən başqa əlavə tikililər də olub ki, orada mədrəsə olub, fəaliyyət göstərib, mədrəsə kimi fəaliyyət göstərib, dəstəmaz almağa xüsusi yerləri olub. İndi bu məscidi həmin məscidin yerində inşa eləmişik. İnşa eləyəndə rəhmətlik Meşədağ Moğlan kişi olub, çox belə imanlı bir kişi idi, özü də heyvandarlıqla məşğul olub. Bu demək olar ki, bu məscidi inşa eləyəndə, o ki, burada hər gün burada işləyirdi, onun təsərrüfatına ziyan da dəyirdi. Çünki gəlib burada işləyirdi, evdə heyvanatına yetişə bilmirdi. O kişinin burada böyük rəhməti olub, Allah ona rəhmət eləsin. Ağamoğlan kişi ilə bərabər kənd cəmaatı da burada işləyib, həm vəsaitləri ilə, həm fiziki qüvvə ilə kömək ediblər. Yeri gəlmişkən bir daha nəzərinizə çatdıraq ki, 1710-cu ildə tikilən məscidin 1937-ci ildə vurub bir tərəfini dağıtmışdılar. O məscidi dağılandan sonra bizim
Axund, Hacı Mirzə Mehdi, Nəcəf alimi gəlib cəmaata deyir ki, cəmaat meçidin baxmayaraq ki, bir tərəfi dağılıb, gəlin bunu verək, ambar kimi istifadə eləsinlər. Necə ki, Biləcərdə, Xırdalanda, Hökməldə meçidlər ambar kimi istifadə olunmuşdu. O meçidlər hamısı qalır, bizim meçid ancaq söküldü. Cəmaat o vaxtı Axundun təklifinə biraz yaxşı münasibət göstərmədilər və ona görə də meçidimizin aqibəti belə oldu. Ona görə də meçidimiz dağıdıldı və həmin daşlar da töküldü yola. O yola töküldü ki, indi o yolda həmin ərazilərə tökülən yerdə dəfələrlə qəzalar olub, ölümlə nəticələnən qəzalar olub. Müqəddəs yerin, daşların elə yerə istifadə eləmək icazəli deyil. Kəndin dar küçələrini gəzərkən belə bir tikiliyə rast gəldik və kənd cəmaatından öyrəndik ki, bura Kərbəlayi Əbil kişinin ət dükanı olub, tikilmə tarixi də üzərində var, 1928-ci il. Bura Şor gölüdür. Vaxtilə bu göl Bakının Şor göllərindən biri olub. Xocəsənlilər amma bu gölə Şor gölü yox, Xocəsən gölü deyirlər. Bu göldən hələ o vaxtlar deyilənə görə Yasamala və Alatavaya yollar da olub. Ümumiyyətlə bu göldən Xocəsənlilər hamılıqla kənd cəmaatı birləşib duz çıxardarmışlar. Hətta o vaxtı bura karvanlarla gələn tacirlər də bu göldən duz çıxardıb aparıb başqa ölkələrdə satarmışlar. Ümumiyyətlə bu göl necə deyərlər, Xocəsənlilərin çörək yeri olub. Ümumiyyətlə, bu gölün Xocəsənlilərin həyatında çox mühüm bir əhəmiyyəti olub. Çünki aclıq dönəmindən də Xocəsənliləri məhz bu göl çıxardıb. Amma indi onların axırına da bu göl çıxa bilər. 1946-cı ildə yaxınlıqdakı neft mədənlərindən, sonradan isə ətraf müəssisələrin çirkab suları gölə axıdıldığından bura natəmiz əraziyə çevrilib. Sizə Xocəsənə gəlin, mütləq buranı gəzin deməyəcəm. Amma Xocəsən haqqında bilməyiniz yaxşıdır. Çünki bu bizim tariximizdir. Tarix isə o zaman yaşayır ki, onu gələcək nəsillərə ötürə bilirik. Bugünlük bizdən bu qədər. Özünüzü və təbiəti qoruyun. Sağ olun.